Salam değerli izleyiciler, hamınızı xoş gördük. Görək almamız necədir? Maşallah, eyvallah. Əsl yay almasıdır. Salam değerli Instagram ve TikTok izleyicilerim, hamınızı xoş gördük. Necəsiniz? Sizden xahiş edirəm ki, bu paylaşımı görən insanlar təqib atmağı və beğenmeyi, altından kommentlerinizi yazmağı unutmayın. Takip edin, beğenin, paylaşın. Instagram ve TikTok izleyicilerim. Benim yorumlarımın altına baxıram. Deyirlər İlham müəllim, siz ayrı seçkilik edirsiniz. Və mənim özüm fikrimdə də olmayıb, görürəm ki, doğru deyirlər. Mənim izləyicilərim nə deyirlərsə doğru deyirlər ki, ayrı seçkilik kimi çıxıb. Mən çox üzr istəyirəm buradan, balıqlar bürcü altında doğulan insanlardan. Çünkü bir-birləri çox demişəm, amma balıqları deməmişəm. Değerli balıqlar bürcü altında doğulanlar, yaxın oturun, yaxın. Gözəl oturun. Sizin açarınız məndədir. Bax, budur. Balıqlar bürcünün açarı. Ona göre de əziz balıqlar bürcü altında doğulanlar, sizi çok sevirəm. İnanın, siz çok güzel insanlarsınız, əvəz olunmaz insanlarsınız ve değerli insanlarsınız. Eğer balık bürcüsənsə, sevgi səndədir. Balıq bürcüsənsə, romantiksən. Balıq bürcüsənsə, gözəl xasiyyətə maliksən. Balıq bürcüsənsə, dostcanlısan. Balıq bürcüsənsə, ruzulu olacaqsan. Balıq bürcüsənsə, sənin həyatında demək olar ki, fikirləşdiyin ən xoşa gələn arzular səni tapacaq mütləq. Balıq bürcü altında doğulan kişilər gəlin açıq etiraf edək ki, pul qazanan olurlar, ruzulu olurlar, bərəkətli olurlar. Amma balıq bürcü altında doğulan kişilər bir balaca yox, biraz da çox şorgöz olurlar. Ona görə də balıq bürcü altında doğulan kişilər inanın ki, özləri boyda da yerin altındadır. Ağıllıdırlar, pul qazanandılar, ruzu qazanandılar, hər yerdə dost tapandılar, hər yerdə dost sevəndilər, dost üçün canlarından belə keçəndilər. Amma gəlginən ki, balıq bürcü altında doğulan kişilər ailə canlıdırlar. Ailə qurduqdan sonra ailələrinə dəyər verəndilər, evlatlarına, balalarına pul xərcləyəndilər, gözəl ailə başçısı olur, onlardan gözəl kürəkən olur, gözəl atı olur, gözəl qaynatı olur. Amma neynəsinlər ki, biraz da çox bilmişlər, həddindən artıq. Suyun altına da gelir və kəllə vurur, suyun üzünə də çıxır. Ona görə də balıq bürcü altında doğulan kişilər sizin canınız yanmasın. Bir balaca bu gözünüzü tox tutundana baxmayın, o gəlib gedənə baxmayın. Ancaq heç olmasa özünüzkünə baxın, kənara lazım deyil baxmaq. Balıq bürcü altında doğulan xanımlar, siz necə də gözəlsiniz. Balıq bürcü altında doğulan xanımlar, siz necə romantiksiniz. Necə həssas qəlbə maliksiniz. Balıq bürcü altında doğulan bir xanım sənin həyatında varsa, heç yerdə sevgi axtarma, o xanımdan müğayət ol. O xanımın bütün istəklərin çalış həyata keçir. Maalesef ki, balıq bürcü altında doğulan xanımların çoxu öz arzuların, öz sevgilərin həyata keçirdə bilmir. Çoxsu öz sevgisindən yarımırlar və dəyişkən xarakterdirlər. Ən kasıb belə balıq bürcü altında doğulan bir xanım olsun, dəyişkənliyi xoşlayır, paltarını dəyişməyə xoşlayır, ondan sonra əyin başı dəyişməyə xoşlayır, ayaqqabıları, paltarı, çantası gərək harmoniya təşkil eləsin və bir şey tapa bilməyəndə nə etməlidir? Divanı qoymalıdır, kravatın yerinə kravatı qoymalıdır, televizorun yerinə televizoru qoymalıdır, nə bilim nəyin yerinə evində dəyişkənliyi. Bir balıq bürcü altında doğulan bir xanımın evinə get, hər ay geçsin orada bir yenilik görəcəksən. Mütləq yenilikləri xoşlayırlar. Amma sevgidə çox zəifdirlər, sevirlər. Sevirlər, amma əvəzini görmürlər. Balıq bürcü altında doğulan xanımlar əllərin 10 barmaqlarında qızıla batırsınlar, kiminsə boğazı soxsu da elə deyəcəklər zəhirmardır. Çünki balıqlar bürcü altında doğulan xanımlar o qədər həssasdır, o qədər sevgiyə qiymət verir ki, onların o sevgini onlar görməyəndə ətrafdakından, kənardakından, onda mənlə qırılırlar. Amma onunla deyim ki, balıq bürcü altında doğulan xanımlar olan evdə ruzu bərəkət olur, xoşbəxtlik olur, bəxtəvərlik olur və bu il İnşallah ki, balıqlar bürcü altında doğulan
xanımların və bəylərin öz doğum günləri onlara uğur gətirəcək, şans gətirəcək və yenilik gətirəcək və Balıqlar Bürcü altında doğulan insanların həyatında 2027-ci ilin fevral ayının 19-una kimi mütləq dəyişiklik olacaq. Sevgidə, maliyyədə, ondan sonra biznesdə, təhsildə, ondan sonra karyerada, ümumiyyətlə kişilərin də, xanımların da həyatında yeniliklər, uğurlar və müjdələr olacaq. Balıqlar Bürcü altında doğulan insanlar, sizi çox sevirəm. Niyə sevirəm? Çünki mənim sevdiyim insanların çoxsu elə Balıqlar Bürcü altında doğulan insanlardan ibarətdir. Üzlərin görməsən də dostluqları var. Ondan sonra insanlıqları var, mənlikləri var, şəxsiyyətləri var. Ona görə də Balıqlar Bürcü altında doğulan insanlar əvəz olunmayan insanlardır. Mən əgər bir şair olsaydım, Balıqlar Bürcü altında doğulan insanların həyatlarına bir gözəl bir şeir yazardım. Təbii ki, bu şeir də gələcək. Ona görə də Balıqlar Bürcü altında doğulan insanlar, sizi bağrıma basıram. Deyirəm, sizi Allah qorusun. Sizə uğurlar, şanslar və gözəl günlər arzulayıram. Əzizlərim, yadda saxlayın, az qalıb və bu paylaşımı bəyənin, təqib edin, altından kommentlər yazın. Həm Instagramda İlham Mirzəyev Official, həm də TikTokda İlham Mirzəyev Official. İndi officialdır, officialdır, bilmirəm. Yəni eyni addır, həm Instagramda, həm də TikTokda. Bəyənin, təqib edin və altından da illərinizi, aylarınızı mütləq yazın. Və bilirsinizsə, gecə və yaxud da gündüz doğulmusunuz, onu da yazın. Çünki artıq illər haqqında geniş məlumata başlayacaq. Çünki illərdən çox şey asılıdır, tək bürclərdən yox. İliniz, hansı ildən olmağınız sizin necə insan olmağınızı müəyyənləşdirir və gündüz və yaxud da gecə bilirsinizsə onu da yazın. Hələlik Allaha əmanət olun, balıqlara yenə də qayıdacağım, amma başqa cür inşallah. İndi isə sağ olun, sağlıqla qalın. Onu da unutmayın ki, aydan da, ulduzdan da, güneşdən də yüksəkdə yalnız və yalnız Ulu Tanrı diyanı. Qoy Ulu Tanrı sizin hamınıza yar və yardımcı olsun. Sağ olun, salamat qalın. Allah'a emanet olun.